Yatdım lan, yaxşı. Allah belki o at kimi gedene gedin. Ne diyeyim? Sənə nə deyim, səhər işə gecikdim, mən Allah sizəli qoysun ha. Bəlkə bundan eləyim bacı. Bu qəşəngdir bacı. O bursunda ürəyim sıxılır, gözdə görün. O bursu öyle gedim, mən bütün əsəblər. Uy, Sofiş, necəsin ürəyim? Ay Sofi, gəlmişəm məşğulim ya. Heç bax, ay Allah, yıxılacam bacı mən burada, həcə-həcə olacam. Qayd edib paylaşacaqlar. Görün ki, bu da dərəcə iləndir, yoxsa bu da nə ilənəsədir, yoxsa eləməlisən, hə? Deyin gör, onu hardan eləyim mən? Startı basın. Görün. Yəni, star bastım. Neçəni, sonra niyə basım? Sən neçənin getirəm? Ələk 6 ilə. 6 ilə neşə? Altın bastım. Gedir, hanı altın? Sən getir. Mən yıxılsam, əcəsəm tutam məni. Məni çıxsın. Bilmirəm, sən kim tutsun, sən məni tut. Subaysan sən. Yox. Hə, bir-birimizi tutar. Bu yaxşıdır, bu yaxşıdır. O birisi çay gedir, versə bit. Hə, bu xoşuma gəldi, bu yaxşıdır. Şimdi bu mənim dərəcəm də orada göstərir, hə? 56-58. Sən 100 ilə gedirsən, neyini çəksən? Mən görüm. Sən yaxşısan. Sən dəqiqən gedir. Burası da. Vurmuşam da deməli mi bu? Bir dəqiqə. Niyə? Gədə gedər burada. Star. Hə, vurdum, gedim indi. Başına yerdirdim. Hə, gedirəm. Ben görüm kim tez gedir, sən gedirsən, mən gedirəm. Görsən, mən səndən yaşayayım. Sonuçdan da var. Bəs nə? DSB sürdüm, başa düşmürəm DSB uşaqlar, ürəyim sıxılır. Kıza neynirəm? Kız idmanlı eləyir, iki kəlmə söz soruşsun, neynirəm? Yuxarı belə aşağı tumuş, aşağıda heç nə yoxdur. Sən. Bacı, bu yaxşı deyib, bunu eləyirəm, ayaqlarım açılışır. Bacı, deyəm, bunu üzümdən tutmuşsun, tərbiyəsizləşirsiniz. Hə, belə yaxşıdır. Sizə görə mən atlanıb düşə bilmirəm, oram görsənir. Hə, kürmüşdür, bu belə yaxşıdır. Siz başqa yerləri görürsünüz, səy olursunuz. Ha, sizdə aldı, deyə bilmərəm, ödənişi ödəyib, qəbul tutmuşam bunu. Düz eləyirəm də, hə? Sən nə var, paxıllığından demərsən mənə. Bəs açıq günöş taxırsan, gözlərini görmür. Açışqa, bütün Azərbaycan bilir. Gedirəm üçün bacır açıqlara 100-200 manatı verirəm. Sən, niyə durdun bu? Yox, durma. Şikəs qalacam da buraya. Hə, bu belə gedir, belə. Qalacam, çaylarımızın burada qalacaq, belə çaylarımızın. Bəs rəngli də axı bu. Bacı, mən bir dənə açıqına 180-200 manat pul verirəm. Hamısı asobumuz düzəlmiş açıqlərdir, rəyim. Optik açıqlərdir burada, ayırıyam, bax. Görsən, optik açıqlərdir. İndi bir dənəsini düzəltdirirəm, açıq göyrəkdə. Sabah saat 4-də düzəlir. Optik açıqlərdir. Bilsəydim, bunu bir yaxdan eləyərdim, bu yaxşıdır. Persiləkdənsə bu yaxşıdır. Həmişə üzüm gözür. Bu yaxşıdır, buradan tutursan. Gəldilər 18 Mart'da vurdular, getdilər. Deməmiş ki, burada başlı tapama olmaz. Gerek gedim şeyde saxlayayım. Nədir bu? Afşarın çetin həyatını. Erotik görsənirsən, yerə sıxıl sənin boyu bu. Sənin avara başı var. Az yıxılmaram. Avaram, nə, gör nə deyir, anası yaşındayam, mənə deyir erotik. İstədim şeylərdən qaldırım. Gördüm ayağım damarı tutdu. İşi damarım tutdu. Əvvəl limitsiz gəlirdim uşaqlar. İndi 12 gedişlə gəlirəm. 12 gediş yaxşıdır. Əllərimlə biraz tutmuşum.
yuxarıdan arıqla. Arıqlatmıram, xoş geliyor. Ayaqlarımı ucuz üstünə qalıb. Ayaqlarım da muskullu olsun. Az deyilirsən orada tövbə. Asıl heç nə eləmirəm, tək. Ne diyeyim? Bu dünyadan en zehlen giden həvəsim niye yok da aynı Günka xanım. Günka xanım niye ki? Neye həvəsiz var? Kişiye dolma pişirməyə tac qoyacaq başlayır. Sevgililer günde brilliant aldı verdi sənə. Başın getdi. Niye həvəsin var Aras? Gəlirsən sən. İdman sağlamlıqdır. Bir getirmişler işten yorulmazsın. 30 yaşından sonra beden olacak lırt. Hiç kime lazım olmayacak. İndi bayrağa çıkanda kilen signal verirlerse onu da hiç vermeyecekler. Ben sana bir bacı kimi rəslərdim verimde. Hiç kim sana şey diyemem. İndi hiç olmazsa bir tane signal veremezsen bilmem ne. Anam dedi. Baba canlıma bakın. Az gitti, az benim. Oğlanla anam eşkəyəm daha. Baba getdi. Hava canavarı var. Zəng eləməyəm onu, eşkəyəm. Bir saata çıxacaq. Maşındadır, yox maşınla gedir. Mənim anam maşınla da gəzir az. Səhv başa düşməyə idman edir. Səhv sən başa düşərsən, o qədər yerlərə gedib elə şeylər eləmirsən. Biz heç nəyə səhv başa düşmürük. Özdə biz birini xoşlanmırıq, bir rejimdə getməyi, o rejimi sən bilərsən. Biz bir rejimi sevmirik. Rejim. Rejim. Çeşit. Suza halallı sənə. Niyə aşkım? Az məşq edin, siz də gedin məşq var. Mən niyə kalori yedim ki, evimi göstərdim, sən də göstərdin. Sən də gör, nə qədər kalori var, məndə yoxdur, niyə? Sən bir saatdə özünüzdən kiş gedir. Mən sən starı bastım da. Gözlə bir dənə basın. Deyirəm də, mən 81 saatdə oynayıram burada. Bilirsən işlədi, bir saat işləyirdi də, dedim işləmir, aləmi qatındır beni. Allah məni öldürsün. Vaxtın olunda maşınımı yuduzdur. Mən valla pul qazanan qızam, mən hər saatim puldur, mənim vaxtım yoxdur moykalara getməyə. Belə ürəyindən keçir, maşının açağını verim, apar yuduzdur gətir. Belə yaxşı qızsan, gətir yuduzdur da, nə olar ki? Sən də adam oldun, neyniyim? O qədər anavuz əziyyət çəkdi gecələr ki, kartıma pullar attı, səndən əziyyətin pullar. Mən də adam oldum. Zalda açıqlayım, mən də. Burada cəmaat qızımla oturur, səylə. Bax, mən yeyim, belə bir baxlar, bax, mən. Baş koşmaram. Ekranı biraz aşağı koy da diye Allah. Niye koyayım ki? Niye? Al biraz kasına. Allah kılıçla. Az bu şey. Ölürüm bazı. Ayaklarım eğildi. Ayaklarım istedim.
Abi. Bacıcığım girmeyi be. Ətim dırnağıma girib, yemin düzəldim. Məşq paltarıza dalmalıyım özümü, kim var alım. Ay. Başımı da 18 manat çəkdilər sənlər. Oy. Bir saat məşq elədim, bugün bəs sabah gələrəm. Tırnağım ətimə girib, ey abla. Tırnağım ətimə girir, ağrıdır məni. Bilmirəm, abdan. Ne oldu, qurtardım. Girim məşq paltarıza dammalıyım özümə. Şortik saç, şortiklərim zadım yox. Tırnağım da ətimə girib. Ölürəm, gəzə bilmirəm. Gəl, onu da girim çıxardım. Bir saat elədim də, yorğunam, heç sümüləm ağrır. Gözlüyüm demə. Telefon. Yok, hadi. Canlıda evet. Kimin telefonu? İndi hara gelsin? Paltar ama. Telefonu. Aşk. Proteinimizi de götürəyə çıxaq. Mən geçen video çekerdim, gerek şey. Gözümdən video çəkim canını açıram. Ay Allah. Başım ağrıyır da ellerinden. Ses güc danışırlar. Sen deyir, niye deyir belə geyinirsən? Niye mən Nərminəm siz üçün. Ləmanam mən. Mən Ləmanla Nərminəm deyim. Heç vaxtı mən soyunanlara yaxşı gözdən baxmıram. Gedim sonra soyunum, qısa geyinim. Ağlınızı itirmişsiniz az. Başınız gedib sən Allah. Özünüzdəsiz yoxsa piyansız. Mən nə vaxt soyunan qızlara nəsə demişəm. Mən bunlarla səhv salmayın ay bacı. Məni görmüsünüz ki, qeyrətdən danışım, özüm miniyuqqa geyinim, özüm belə geyinim. Görmüsən, bir dənə mənim kaydımı görsək, deyən tüs sənin üzvə. Deyim düz deyirsən, başım özümdə dörüydü. Əcəb eləm adını çəkirəm, əzizlərindir, icazə almalıyam səndən. Əcəb eləm adını çəkirəm, sənə var. Mənim içimdə əlbə Allah ölənlərə rəhmət eləsin. Mənim bir sifətim var. Mən heç bir qadına demirəm ki,
Sən belə geyinirsən, mən qeyrətliyəm, sən qeyrətsizsən, mən açıq geyinirəm, pis baxıram. Siz kimsiz kimə də pis baxasınız? Özünüz bir dənə unitaz reklam eləyən adamlarsınız. Siz kimi müzakirə eləyəcək qədər o adamlar döyürsünüz də, yəni də. İşinizlə məşğul olun, millətin, cəmaatın geyimi ilə işiniz olmasın. Dilinizi soxun dinməz yerinizə. Oturun sakit. İdmana ürəyim bir saniyə gedirəm, əzələ yığmağa gedirəm, mən protein içirəm. Zato lüt gəzirlər sənin kimi. Sən niyə mənlə yanırsan ki? O şalvar girib bir yervə. Şalvarı bir amca əlinlə belə aşağı dardı, o kişilər dartır belə. Çıxardı onu oradan. Sən mənlə nə üçün var, başa düşmədim. Nə olub? Niyə yanırsan mənim əlimlə? Mən əcəb eləm lüt gəzirəm. Mən dünənləri rayondan Bakıya gəlib lütlənməmişəm ki. Mən dünənləri başıma kasinka bağlayıb bugün krop görməmişəm ki. Mən elə gözümü açandan lüt olmuşam da. Kimdənsən az sən? Duzlu xiyar. Kimdənsən? Mən Bakıya oxumaq adı ilə gəlib soyunmamışam. Mən ərimdən boşanandan sonra soyunmamışam. Mən reklama görə soyunmamışam bacı. Mən elə beləydim. Mən elə veçinə bu bitdi olmuşam. Mənim abırlı paltarım yoxdur. Körpəlikdən 32 yaşına kimi. Qəbir üstünə gedəndə paltar axtarıram geyməyə ki, hardan tapım? Gedirəm butiklərə, girirəm bir saroçka, bir şalvar alıram ki, saroçka alıram ki, kropların üstündən geyinim. Qəbir üstə gedirəm, adamın üzünə tüfürərlər. Mən beləyəm bacı, siz ağlınızı kimlərəsə verməyin. Sonradan aftaba görən qızlara, mən sonradan görməmişəm, ayrıyım. Mən elə gözümü açandan deyən bu interneti düzəldim sənəcə, otur bax. Gözdə sənə görsətim. Sən görürəm çox narahatsan. Canım, burada mənim 12 yaşım var. Mən elə əvvəldən belə soyunmuşam, bildin? Elə əvvəldən belə olmuşam. Sonradan mən ərə gedəndən sonra bağlı olub, sonradan lütlənmə. Belə olmuşam, başa düşdün? Geyimim, keçimim də belə gözəl geymişəm. Sonradan görməmişəm. Bəli, Allah ölənlərə rəhmət eləsin, ay Günka. Heç vaxtda hansı qadın ki canlı yayımda kiminsə geyimini müzakirə eləyirsə götürün atın onu bloka. Ondan sizə nə yayıncı olucu, nə də bir şey. Otururlar bütün günü canlı yayımda. Mənim ərim var. Görürsünüz, mən ailəliyəm. Məcburam mən soyunmağa. Sən kim? Aygün Kazımovasan sən. Röya Ayxansan sən. O Samirə əfəndisə, sən kimsən soyunmağa məcbur olasan, axmaq. Gedin başqa işlə məşğul olun. Özünü hörmət eləyən qadın o sözü ağzına alıb deməz ki, mən məcburam soyunmağa. Sən kimsən ki soyunasan? Bu qədər ağıllı, kamallı qızlar var, gedirlər adam balası kimi işləyirlər. Elə adam balasıydın, əvvəldən adam balası olardın da. Bu nə sözlə cındır-cındır danışırsınız, açırsınız canlını. Biz sonradan, mən həyatda, dilinizi saxlayın, oturun dinməz yerimizə, hamımızı gözəl tanıyırıq, hardan hara gəlmişsiniz. Biz sizi gözəl bilirik, bu izləyicilər sizi tanımır, biz sizi gözəl bilirik də, nəsiz, kimsiz. Biz sizi gözəl bilirik, haranın nəyisiz. Açırlar canlı. Ya deyirlər ki, biz açıq yaşayırıq həyatımızı. Ay bacı, qadınları alçatmayın. Evinizdə, nəslinizdə qadınlar var. Allah başınızdan vurar. Bəstirin, qutarın. Ərim yanımdadır, mən qiriyyətliyəm. Mən məcburam, mən nə bilim nəyəm. Filan qadını gördüm, əlində sigaret var idi, az əcəb eləyir, az yaxşı eləyir. Sən kimsən? Səni də bilirik də sigaretə çalıyıb oturursan, az əcəb eləyir. Yaxşı eləyir. Mən heç vaxt əstağfurullah, mən içki içmirəm ki, az yaxşı. Az bəssi, sən kusan vaxtlarımı görmüş, ye tuvaletdə. Kusmağımın yarısı şalvarımıza düşüb. Həc xamlar. Ona görə az mən bunları saymıram, eləmirəm, bunlarla bir stola oturmuram. Mən vaxtım nə gəzib səylərlə oturum.
Neynirəm az mən bunlarla gedim oturum sabah bir gün də desinlər ki Zuzu bizlə pivə içirdi. Zuzu pivə içirdi, mən 0 pivə içdim. Mən qiriyyətli qızam, az sən kimsən? Tulkanı çırparam başa, meydivi də gəlib ərini apara bilməz yanımdan. Mənə poxa salırsan, qoy oturmuşam da xarabamda. Şeylər. İşitirsən ki, sən atın bloku, sən darıxırsan. Dayan. Gülmüşdür. Ne attın bloku dediğince. Güclü falçı tanımırsan. Az mən falçı neynirəm? Ay Allah falçı. Allah təpəvə. Neynəmaz falçını? Mən oğlanı falçı ilə yanımda saxlayan qız oxşuyuram sən Allah. Gəl telefonu bir dənə qıraqdan qoyun, buradan ora qədər gelim. Gör handa bir oğlanların nömrələrini yığıram yoxsa yox. Hamısını da verim sənə, kontakt, get kontakta vur, gör kimlərin uşaqlarıdır. Neynirəm az? Mən oğlanı cadı ilə yanımda saxlayan ama sey. Ay Allah. Super fala baxıram. Hazrət ol oyana. Çox sağ ol ablam. Kayd elədim, torbavu tikiciyəm. Mənim harama kayd elədin? Neyimi, asma mənim neyimi kayd elədin? Neyimi kayd elədin? Mənim torbamı tikəsən, Allah təvəvə. Gözlərimə nə olub, nə bilim. Gözlərimə nə olub? Bu gözümü deyirsən, bir gözüm balaca, bir gözüm böyük. O nevrolojudur da, məndə buynuz qışası var gözümdə. Ona görə mənə əməliyyat olmaz və gözlərim görmür. Siz həmişə maşında oturursunuz. Evini satıb oğlan var, ona yedizdirmişəm. Oğlana maşın almışam, torpaq almışam, ona görə evdə oturmuram. Maşında otururam. Lazım olanda da tuvalete McDonald's'a gedirəm. Nə bilim indi idman zallarına gedirəm. Neyim, oğlan başımı Allah'tı da mənim. Nə deyir? Mənə də sigaret aldım. Səni aldadmaq olar. Az yox. Dəlisən sən. Gözlərim yum. Gözlərimin üstünə, gözümün üstünə göz qoy gəz. Necə? Ekranı sil. Bu cındır sualları vermeyin də mənə. Bu dünya, iki dünya bir ola, elə bir şey mümkün değil. Mümkün değil. Heç vaxt. Heç vaxt həyatı boyu. O sualı mənə verin. Məni tiktokerlərlə səhv salmayın. Mən kefə canını açan adamım. Mənə buradakilərlə jetona əyilib pula diz çökənlərlə səhv salmayın. Suzu qəşəng qızsan ama ağlın yoxdur. Neynəməliyəm? Sən mən direktə yazmalısan. Mən də gəlib sənə Sivdaniya eləyib görüşməliyəm. Onda ağıllı qızam. Neynəməliyəm ki? Sən kimi pullu qaqaşlar mənim yanımdan keçəndə heç belə gözümün ucu ilə də baxmıram. Belə eləyirlər seçsək. Neynirəm? Nəyimə lazım sizə? Siz pullu oğlanlar elə bilirsiniz ki, elə bütün qızlar sizə baxmalıdır. Allah vurub elə, elə mənə baxır, mən baxmıram. Niyə baxıram ki? Toma işləmir ki salonda, çıxıb işdən. Baş aşağı durmaqdan başın xarab olub. Mən baş aşağı dayanmıram. Mən uzanıqlı vəziyyətdə oluram. Sənə nə lazımdır? Sən mənim direktimə yaz, mən sənin başı salım şeyləri. Çox sağ ol, ay səyalı. Səninlə bir də Ləman düz danışır. Ləman nə bilimi? Ləman da başına hava gəlir, sonra düzəlir, sonra eski belə danışır, eski elə danışır. Ama düz danışır, 90% düz danışır. Düz danışır. 10% arada gizləyir. Arada olur. Ürəyimdə içine yoxdur. Deyir, danışmayacağım, gedir kim nəzə danışır, adamın nervlərindən oynayır. Yazıram direkt və baş üstə. Neynəməli səni? Çox sağ ol, ürəyim. Pullu oğlan burada ne küssen başa, pullu oğlanlar elə TikTok'tan kız tuturdu, ala sey. Burada bir sene göre sey kızı var.
Bir dənə qalika maşına otursun, story paylaşsın deyən oğlanla tanış olur. Sənə qurban olum ay Allah. Bir dənə oğlanla story paylaşsın deyənə tanış olur onunla, sənlə. Ay Allah. Ay baş 18 Mart'da çərmə gəldi. Adam istəyir keçsək keçsin. Bu için azlar olsun. Ne 18 Mart çərmə gəldi atama. Od koydular bacı. Semka məndə yoxdur axı. Az olsa Semka məndən küsüb deyəsən. Kişi toyuna gedməmişəm ona görə. Onda başı çatmır. Ay bacı, mən kişi toyda necə gedim? Mən neyniyim? Ayaqqabıları ne çıxardırsan? Maşına oturanda ayaqqabıları çıxardıram. Başı çatmır. Məndən küsür ki, mən bunun kişi toyuna gedmirəm. O zaman necə kişi toyuna gedim? Mən neyniyim? Gələ içim piyan olum, pis videolarım çıxsın mənim. Mən də indi anayam da, mən indi şortikli ana. Yol verdən olar Pa. Aeroport yolundadılar elə bir. Səyyığını. Ay bacı, valla bəndən Semka küsüb ki, mən kişi toyuna getməmişəm. Bir gün yığdı məni ki, mən kişi toy eləyirəm də, mən səs atıb. Zuzu, mən deyir şeydir, kişi toyumdu, səs atıb. Səni də gözləyirəm, 10 dənə də qız çağırmışam. Ay bala, bizim kişi toyunda niye işimiz var? Pul yığasan deyənə niye baş itirmisən sən? Kimi gəldi çağırır? Bilmirsən. Hansı yolu bilmirsən? Ne yolu? Mənə girmirsən? Maşın süren birim mən. Maşın mən özümə götürürəm. Maşın süren birim mən. Hamının necə? Mən də elə. 4000 ilkin ödəniş verirsən, 3500, 2500, ayda 350 manat, 380 manat kredit. Güdal da. Siz TikTok'dan 300 manat götürmürsünüz. Mənim ölülərimə nəhlət. Siz əgər TikTok'dan 300 manat, sizin həftə 1000 manatdır. Səhər açılır, axşamacan PK eləyirsiniz. 3 dənə kalbim əllərində gəlir. 2 dənə nə bilim maçdan gəlir, muçdan gəlir 10 manat. Oturduğunuz yerdə günə 10 manat qazansan, aya nə qədər pul eləyir? Əziyyət çəkmirsən, daş daşımırsan, uşaqlarını qaplarda qoymursan, nə bilim, ac qalmırsan, susuz qalmırsan, ayaqların iş görmür, bir şey eləmir. Atırsınız telefonu ora, səy-səy danışırsınız, millət də sizə dəstək olur. Niyə ki? Biz deyir maşın ala bilmərik, biz deyir ev ala bilmərik. Yo, mən biç bala doğulmuşam da, mən ağacdan dünyaya gəlmişəm. Ağacı qaşıyıblar, mən doğulmuşam. Mən bəyəm evsiz doğulmuşam, mənim evim eşiyim yoxdur. Mən qapılarda böyümüşəm bəyəm. Biz deyir neçə ildir TikTok'dayıq, bizim evimiz yoxdur. Az biz bilirik, sizin eviniz var, eviniz yoxdur. Niyə ki? Deyib bu gənclər şəhərciyi deyirlər, nə deyirlər? İlkin ödəniş 12.000 verirdin, 12.000 idi, 22.000 idi. Düzəldin pulunuzu, səhərdən axşamacan TikTok'dasınız. Düzəldin pulunuzu, gedin ayda da 700, 800, gedin anozun küncündə oturun, qohumlarınızın küncündə oturun. 600 manatlıq kirayə evlərdə qalmayın, 200 manatlıq evlərdə qalın. Kimin qızısınız ki siz? Kimsiz? Gözünüzü açıb elə dağıq tökü evlərdə böyümüsünüz də. 600 manatlıq evdə qalmayın. Gedin qalın 250 manatlıq evdə. Xırdalanda bir evlər var ki 250 manata həyət evləri balaca. Gedin bir dənə də ev alın, padmayak. Padmayak aldınız, aylığını verin 600 manatını. Bu 800'də 900'də qalırsınız. O zakamlarla o qiymətə çıxır. Verin o evvizə, ondan sonra da bina təhvil veriləndə canımız çıxsın, gedin sədərəyə, gedin o Yevrahoma, ora bura, o bunlara yalvarın, yaxarım balalarımız var. Deyilən, ay qardaş, bu aboyu mənə ver, canlı da sənin adımı çəkəcəyəm, nə olar, yetimdar adamam. Oturursunuz burada, belə, biz ev ala bilmərik, biz maşın ala bilmərik, elə yaxşı alarsınız ki, niyə almırsınız ki? Prosta qədələri pul gidizdirirsiz bu kişilərə. Gödal da, saxlamışıq qabağı. Mən heç canını açmıram ki. Mən heç PK eləmir. Yoxam, mən yoxam.
Mən canını açmıram heç. Canını açıram, belə danışıram, oturmuşam. Kim mənə padarka atır ki? Güdün eləyin də. Səhər açırı, axşam heyecan, bütün günü PK-larda sus. Cəmaatı dəli yerinə qoya. Bu bığına aşk yaşayır, bu bığına aşk yaşayır. Az sözü kimdir alıb arvad eləyən? Kimdir süzü alıb? Gəlin nə qədər sarsaq olsunlar ki, süzü alsınlar. Neynirlər az süzü? Şəxsən mən öz üstümə götürürəm. Kim burada yayında deyir ki, yayıncılar maşın alıb, mən öz üstümə götürürəm. Çünki mən canını açanda mənim maşınım olmayıb. Amma sizin şotunuza da mən maşın almamışam. Hansı reklamlara getdim 500-500 manata mən bu maşını aldım ki? Mən bir canlı yayıma yolcu vidində gəlmişdim. Evsiz idim, kiraya qalırdım. Bəli, kreditlə ev almışdım. Krediti sizin şotunuza vermirdim ki. Zəhləm gedir bulan sifətlərindən. Sonra deyirlər ki, Zuzu filan kəsin ad gününə gedmir. Zuzu filan kəsdən oturmur. Azı iğrənirəm də. Bacı iğrənirəm. İstəmirəm bunları görmək. Bezmişəm bulan sifətlərindən. Açırlar canlı. Biz məcburuq bu kropu giyməyə. Bacı bu kropu niyə məcbursan giyməyə? Niyə? Niyə? Güc süpürgəçilik elə də. Nəyə məcbursan ki? Bu kropu mən geyinirəm. Mənə bacı deyirsən. Sən gelirsən mənə deyirsən ki, bacı. Amma mənə deyirsən ki, krop geyinənlər belədir, elədir. Mənim yoldaşımın xasiyyəti ağırdır. Bizimkilər bambılıdır, maçışqadırlar. Bizim nəslimizdə kişi yoxdur. Yəni deyir ki, sənin nəslində kişi yoxdur. Bizimki kişidir. Bu deməkdir də, yəni. Bu deməkdir də. Başqa sözü var bunun. Bunlarla necə oturasan bir məclisə? Təmizlikdən danışan qadının ətrafı da təmiz olmalıdır. Təmizlikdən, düzgünlükdən danışan qadının ətrafı da düzgün olmalıdır. Bir dənə özlərinə məclis eləsinlər, oturun kənardan baxın ki, kimlər var orada. Təmizlikdən danışan qadının ətrafı o qədər mükəmməl şəkildə geyməlidir ki, deməlisən ki, buna bax, gör kimlərlə oturur, durur. Ad günlərinizə baxırıq da kimlər gəlir. Hamısı tumancaq adamlar. Bəs südə qriyyətdən danışdınız. Mən öz üstümə götürürəm. Krop giyinənlər, maşın sürənlər, krop az bəsdir də, çuşqalar. İğrənirəm sizdən. Nifrət edirəm sizə. Kimsiz siz? Ad çəkin də, ad çək. Dinə Zuzu, sən krop giyinirsən. Sənə pis gözlə baxıram. Mən də sənə cavabı verim. Dinən ay Zuzu, sən maşın sürürsən, mən sənə pis gözlə baxıram. Hansı yolla almışsan, mən sənin yolunu görsədim. Sənə mən subutları qoyum qabağa ki, mən bax, bu əziyyəti çəkmişəm. Mənim anam verib pulumu, xalam verib pulumu. Özüm də azdan çoxdan yığdığım qədər yığmışam. Mən sənə başa salım da. Kimdir bu? One Sport. Təşəkkür edirəm, qazancım bol olsun. Qadın qadını beldən aşağı vurmaz. Mən nə vaxtda oturaram sizə qeyrətdən danışaram ki, qadın xeylağı ərindən sonra kişi görməz, qadın qısa geyməz. Mən özümə ad gün eləyərəm, görərsən ki, orada hamısı tursiglə oturublar. Adamın üzünə tüfürərlər. Çevrəvizə baxın, sonra danışığınızı bilin. Cəmaat da sizdən iğrənir, hamı sizdən iğrənir. Все. Mundarlar. Nə yığmısan, hansı yolla yığmısan? Mən TikToka gələndə Tiffany üzüyü də bilirdim nədir, kardinal qolbaq da bilirdim nədir, iPhone telefonum da var idi. Heç bir telefon dükanı mənə telefon zəng eləyib verməyib ki, gəl sən reklam elə bizi, gəl bu telefonu verirəm. Telefonumu Bakı Elektronikdən almışam, ayda 600 manat kredit verirəm. Maşımı Sumqayıtda Yeraz var oğlan, onlardan almışam, nağd almışam, 15 min almışam. O maşınımdan qabaq, bundan qabaqki maşınımı mənə hədiyyə eləmişdilər. Motoru tökmüşdü. Onun 5 minini verdim, üstünü də düzəltdim, 10 min gəldim, maşınımı aldım. Mən Bakılı olaraq
gözümü açandan pul görmüş qız olaraq mən niyə maşınlı olmayayım ki? O bu hardansa gəlsin, 2 aya maşınlı Range Rover sürsün, qırrrr sürsün, mən nə olub ki? Niyə yanırsan? Sənin aləmində qadın canını açmaz, mənim aləmimdə də qadın WhatsApp işlətməz. TikTok tərbiyəsizlikdirsə, qadın da WhatsApp işlətməz. Niyə WhatsApp? Arvadlarımız nə WhatsApp işlədir ki? Niyə işlədir ki? Niyə? Arvadın niyə get kontakt işlədir? İşlətməsin də. Arvadın effekt niyə işlədir ki? Hansı kişi özünü göstərir? Biz tərbiyəsizlikdə yaxşı yayın açırıq. Sənin arvadın nədir? Sənin arvadın bu boyda dalına niyə damdar şalvar giyinir ki? Biz heç olmasa taxtayıq. Taxta kimi gelib, taxta kimi gəzirik. O net spor təşəkkür edirəm. Ruzun bol olsun, var olun. Pulu hardan qazanırsan? Pulu əziyyətlə qazanam. Qapılara gedirəm, qaş işləyirəm. Məsal üçün. Mən sənə kimi oğlanlara anon kimi, bacım kimi zəng eləyib bazarlıq istəmir ki mənim uşaqlarım. Nəylə qazanacağım? Rahat yol mən tanımıram valla. Əlbəttə yanırlar. Az elə çox yanacaqlar. Yanacaqlar da niyə yanmasınlar ki bacım? Yanmalıdırlar da, qurban olun. Zuzu, o ne sportu reklam eləyərsən? O ne sportu nədir ki, bilmirəm ki. Səhifədə profil şəklinin altında əlaqə nömrəsi var, ora yazın. Qaşı hələ indi öyrənirsən də. Qaş eşitirsən? Qaşdan qabaq neynəmişəm, neynəməmişəm. Əzizlərimlə getmişdim. İndi sizdən aldım sportu. Can yazarsınız mənə. Profil şəklinin altında nömrə var. Qaşdan qabaq mən PK eləyirdim. Oynayırdım. Amma mənə o qədər elə jetonlar gəlməyib. Mənə o dərəcədə dəstək gəlməyib. Özünüz də Allahın şahidəsiz ki, yəni, bəli, mənim elə günüm olub ki, mən Xırdalanda qalmışam, Körpü MTK-da qalmışam. Mənim 2 gün evimin ışığı sönüb. Mən canlı yayın aparan adam olmuşam. Amma mən heç vaxtı burada sizə bildirməmişəm ki, mənim evimin ışığı sönüb. Allaha and olsun. Telefonumu qonşuya vermişəm. Telefonlarımı zələtka yığıb, biz qış vaxtı soyuqda evdə 2 gün qalmışıq. Yəni, mən heç kimə əyilməmişəm. Heç əyilməyi də xoşlamıram. Bu mamanın ürəyi. Gedək. Öp də bir məni. Öp də ananı. Hara gedirik? Yaxşı öp də məni. Qışqırma. Hara gedirik? Qucaqla məni. Ağzından xorey gəlir. Neymişə? Etmə. Xorey gəldi səndə. Hara gedirik? Hara gedirik? Hara gedirik? Hara istəyirsən? Hara gedirik parka? Parkda nə var orada? Hara gedirik? Versibetim xarab olub. Mən geri gedib versibetimi bilməm harada düzəltdirim. Şeydə düzəldirlər deyəsən. Tindəki o uşaq şeyi var ya, orada düzəldirlər versibeti, yoxsa yox. Kefsin yanı. Kefsin yanında uşaq yeri. Düzəldirlər orada. Hala da düzəldirlər. Vacib düzəltdirərsən sürməyəcəm ki. Bunu neyimə işləyişə? Harasa gedək də. Hara yürüyün istir gedək? Gedək əyləncə mərkəzinə. Kimindir? Bu kimindir? Bu kimindir? Mən hara girmişəm? Açam telefonu. Ay bacı, mən hara girdim? Vay, sport yerini. Ay Allah. Vay. Biyabır oldum, ay Allah. Ay eləmə. Açara düşər, qoy. Asbə, mənə niyə demirsiniz? Ay Allah. Nə bilsin onların telefonu da? Kül mənim başıma. Bacı, Əyləncə mərkəzinə gedək. Gedəcək, yetiyan cəmatın telefonunu verib.
Vay bir ya Telefonlar buldum. da be. Ay Allah, ay Allah. Az başka hara girmişdim. Bir de sport yerine girdim de onların olmalıdır. Başka ben hiç hara girmemişim. Ay bir yağmur oldum az. Benim boyumu yere soksunlar. Zəng də gəlmir. Az zəng də gəlmir heç. Vay vay vay. İç giyimine girmədim, sport magazininə getdim. Elə onlarındır. Şu verərsən Raul, bir yağmur oldu. Ay Allahım. Aslında oğruz, külmə Allah haqqı mənə elə xasiyyətim yoxdur, xəstəsən. Mənim bu telefonum var, iş telefonum qızlar. Onu oxşuyur. Bax qızlar, mənim 2 dənə telefonum var. Bu mənim iş telefonumdur. Hər dəfə maşında bu kartlarım bundadır da mənim. Bu yağlarda kart üçün düşdüm. Həlbət çaşmışam, elə bilmişəm ki kart üçün götürmüşəm telefonu da. Kartı axtardım, tapa bilmədim, nağd götürdüm. Yox, bu nədir? Bu niye burada saxlayıb ki? Mən saxlayanda nə tez şəklini çəkirlər ki? Bugün səndən neçənci gündür? Nə? Bugün səndən 3. Yox, hə.